oyunları realda yaratmaq. Elə onu video axıra kimi baxandan sonra götürdüm telefonu. Dostum var idi. Zəng gəldim, dedim ki, tapmışam biz nə işlə məşğul olacağıq. Əlim əsirdi, yadımdadır ki, ona zəng eləyəndə ki, dedim tapmışam nə işlə məşğul olacağıq. Dostlarımız adımız gəlirdi ki, ondan sonra çay çaçardınız. Ondan sonra çay çaçardınız. 100% bilsən ki, işləyəcək də. Yazırdı ki, sənlə oynamaq istəyir. Yox da durur belədir ki, kimsən sən, nə bilim, Cavidsən sən, mənlə şey eləysən, məzələnirsən. Belə də kimsə dostunuz adı. Bu oyun prosesidir. Burada sizi bağlayırlar dostlarınızla birlikdə və məntiq gücünüzlə və ya hər hansısa fiziki tapşırıqlarla siz növbəti otaqlara keçməlisiniz. Əhmədov Nicat Portal Game şirkətinin təşkiçisi 10 ildən artıqdır ki, bazardayıq. Bizim əsas işimiz real həyatda oyunları yaratmaqdır. Gecə keçmişəm. Deyən görə hardan başlayaq ki, gətirib bura çıxarda bilək. Bunları onsuz kəsəcəksiniz, hə? Kəsəcək. Hə? Amma olmasa daha yaxşı olar. Kəsmək çətin olacaq. Okey, yaxşı. Elə bir dəfəlik danışarıq. Mənim üçün həmişə önəmli olan iş karyeramda ya hər bir şeydə ki, həmişə seçim eləyəndə fikirləşirdim ki, elə bir sahə olmalıdır ki, o sahədə müştərilər xoşbəxt olsunlar. Mənim üçün o önəmli idi. Həmişə iş seçəndə də, iş karyeramı seçəndə də həmişə bunu mən çox önəm verirdim. Və o vaxtlar institut vaxtlarından sonra ilk olaraq bir fotoatelyeyə düzəlmişdim işə. Fotoatelyeyə dizayner kimi fəaliyyət göstərirdim. Mənə çox maraqlı gəlirdi, çünki gəlirdilər müştərilər, hansılar ki, öz belə deyək də, səyahətlərindən olan şəkillərini gətirirdilər və onları o vaxtda çap edirdilər. İndi bilmirəm, var yoxsa yoxdur. O əvvəllər yerlər var idi ki, şəkili çəkəndən sonra gəlib çıxartmaq lazım idi onu. Elektron vəziyyətdə saxlanmırdılar da. O da çox xoşuma gəlirdi o vaxtlar ki, müştərilər gəlirdilər, xoşbəxt danışırdılar bu haqdakı şəkilləri göstərirdilər ki, mən burada nə bilim hansısa bu ölkədəyəm, bu ölkədə bunu görmüşəm, paylaşırdılar, çox xoşbəxtdilər. O da mənə çox xoşuma gəlirdi. Və bir gün bir müştəri gəldi, yəni dizayner olduğuma görə, mən dizayner olduğuma görə, şəkilləri birinci hansısa bir pasport üçün əvvəllər şəxsiyyət vəsiqəsini çıxardanda elə deyil idi, şəkil özünü aparırdın. Ona görə də gəlirdilər bizdə də fotoatelyeyə ki, məsəl üçün gəlirdi maykada zadda, maykada yəni qol qısada da gəlirdi, deyirdi ki, məsəl üçün saroçka, kostyum zad vardı. Bizdə də şablonlar var idi. Şablonu beləcə üstünə şey eləyirdi, Photoshopdan qoyurduq elə. Yəni belə foto redakta işlərindən məşğul olurduq. Çox qeyri-adi işlər olurdu arada bir. Bir növ müştəri gəldi ki, şəkili göstərdi. Dedi ki, bu kişinin bir şəkili var idi. Dedi ki, bunun əyninə deyir, kostyum giyindirə bilərsən. Dedim, olar, niyə də yox. Dedi ki, kostyum giyindir. Dedim, okey. Şablonu açdıq, şablondan seçdi bir dənə kostyumu. Sonra dedi ki, şeydir. Dedi, bir də deyir ki, arxa fonu şəlalə qoya bilərsən. Dedim, şəlalə, kostyumdan şəlalə. Dedim ki, şeydir, belə bir zarafat kimi dedim ki, kostyumdan şəlaləyə getmirlər. Dedi ki, bu insan rəhmətə gedib. Deyir ki, bu ölü yerində mağarada vurulması üçündür şəkil. Onda pis oldum, çox pis oldum və o mənə çox pis təsir elədi. Yəni, başa düşdüm ki, burada mən bu işimdə çox da elə bir xoşbəxt insanlar, tək xoşbəxt insanlar gəlmirlər də. Bu işin xoşbəxt olmayan tərəfləri də var. Təzəliklə bir nəfər var idi, bizə şirkətdə işə düzəlmək istəyirdi. Dedi ki, soruşdum, dedim, nə işlə məşğulsan? Dedi ki, mən AI mütəxəssisəm. AI mütəxəssis, süni intellekt mütəxəssisi.
Mənə maraqlı gəldi. Dedim ki, yəni bu nətər olur da, yəni ki, deyir mən nə bilim süni intellekt üzrə mütəxəssisəm, mən bunların professionalıyam, nə bilim nəyəm. Belə özümə fikirləşdim, dedim ki, bir çox yox da, bir 10 il qabaq kimsə desəydi ki, mən AI mütəxəssisəm, hamı buna belə şey kimi, dəli kimi baxardılar ki, AI nədir ki, sən onun mütəxəssissən də, həm də. Və ya kimsə desəydi ki, bir 100 il qabaq ki, mən qrafik dizayner mütəxəssisiyəm, mən bunun üçün yaradılmışam, hamı ona belə bir şey baxardı ki, qrafik dizayn nədir ki, 100 il qabaqda. Elə fikirləşdim ki, misal üçün, nə bilim, bir 1000 il qabaq kimsə desəydi ki, mən nə bilim, teleaparıcıyam, ya blogerəm, ya nə bilim, nəyəm, hamısı gəlir. Sonra da baxırsan ki, fikirləşsən ki, yəni professiya seçimi olaraq, seçim olaraq, bu həyatda öz yolunu seçmək olaraq, seçimlər biz həmişə harasa bağlayırıq özümüzü ki, biz bunun üçün yaradılmışıq, biz bu iş üçün yaradılmışıq, amma hər mərhələsində görürsən ki, sən nəyəsə bağlayanda özünü, o tam da elə, yəni deyirsən ki, mən bu işi, mən həmişə fikirləşirdim ki, misal üçün mən reklam mütəxəssisiyəm, ya mən dizaynerəm, mən sonradan dizayner olandan sonra görürəm ki, yox, tam bu deyil, sonradan deyirsən ki, yox, mən bunun üçün yaradılmışam, mən bu marketing üçün yaradılmışam, görürsən ki, o deyil. Başa düşürəm ki, biz bir şeyə özümüzü bağladıqda, orada yəni problemlər çıxır da. Yəni biz ümumiyyətcə həyat üçün yaradılmışıq, yaşamaq üçün yaradılmışıq. Bu da bizim bir fəaliyyətdir də. O fəaliyyətində də sən ya nədənsə zövq alacaqsan, o da sənə uğur gətirəcək, ya da ki, xoşlamadığın işlə məşğul olacaqsan və həmişə də bu proseslə məşğul olacaqsan. Ona görə də biz professiya seçimini bu qədər belə deyək də hansısa sahə üzrə yox. Çünki bir müddət sonra yəqin ki, nəsə bir yeni bir şey çıxacaq. Nə bilim, smart saatlar üzrə mütəxəssis, nə bilim, uçan maşınlar üzrə mütəxəssisat. Yəqin ki, o vaxtlarda kimsə deyəcək ki, mən bu işin professionalıyam, mən bu iş üçün yaradılmışam. Bu seçim də mənim üçün o vaxtdan çox fikirləşirdim o vaxtlar ki, yəni nə üçün yaradılmışam, mənim bu yəni yolum hansı yoldur və xoşbəxtlik mənim üçün önəmli idi, müştərilərin xoşbəxtliyi. Sonradan hədiyyə dükanını düşündüm ki, hədiyyə dükanı ideal bir yerdir. Orada müştəri həmişə xoşbəxt olur da. Xoşbəxtlik üçün gəlir, hədiyyə alır da bir baxımdan. Çox işləmədim orada, bir ay işlədim, bir ayında başa düşdüm ki, heç də xoşbəxt deyirlər. Hədiyyə almaq prosesi elə də xoşbəxtlik deyil. Gəlirdilər narazı ki, ver bu nədirsə, buradan bundan 100 manatdır nədir, versən canın, 8 manatdır götürüm gedim. Yəni elə bir xoşbəxt orada şey yox idi də. Və sonradan hər dəfə bunun axtarışındaydım. Yəni ki, belə deyək də, sahə axtarışında, seçimdə idim ki, hansı seçimi eləyim ki, amma bir dənə bir kriteriyam var idi ki, həmişə beyindəki mənim üçün önəmli olan o idi ki, xoşbəxt olmaqları çox vacib idi müştərilərin. Bilmirəm, yəni ola bilər hansısa uşaqlıq travmadır ya sonradan görmüşəm, bəyənmişəm bu məsələləri, amma yenə də xoşbəxt olmağı çox vacib idi və bir dəfə bizdə sonradan banka işə düzəlmişdim. Bankda bizdə direktor var idi. O deyirdi ki, həmişə deyir, nədənsə şübhələnirsənsə, yəni əgər, necə deyirlər ona, əgər seçim elə bilmirsənsə, hansısa bir işdə, o yəqin ki, yoxdur, nəinki hədir də. Yəni ki, seçim etdikdə, əgər seçim fikirləşsənsə, bunu eləyim, yoxsa eləməyim, bu yəqin ki, yoxdur ki, nəinki hə. Çünki hə olsaydı, sən seçim eləməzdin, birbaşa seçərdin. Və bu da bir fikir kimi məndə həmişə formalaşırdı ki, hansı sahəni seçim edirəmsə, görəsən bu işlə məşğul olmaq istəyərəmmi? Və özümdə o fikirləri tutanda ki, məsəl üçün, mən burada fikirləşirəm ki, bu işlə məşğul olaramı, olmaramı? Başa düşürdüm ki, bu yəqin ki, yoxdur ki, mən bunu fikirləşib hansısa bir həyə gətirmək istəyirəm. Bir müddətdən sonra sonradan banka işi düzəldim. Bankda
marketinqdə işlədim. Mənim çox xoşuma gəlirdi marketinqdə, reklam və PR işlərindən, dizaynerlikdən sonra reklam və PR işlərindən məşğul olduq. O daha çox maraqlı idi, çünki emosiya yaradırdı. Biz yaradıcı tərəfləri var idi bu işin. Bir dəfəmdə Rusiyada bir dənə veriliş var idi. O veriliş 2014-cü il üzrə, 13-cü yoxsa 13-cü ya 14-cü il üzrə ən uğurlu bizneslərin çıxışlarının çıxışı idi. İki biznes idi. İki biznesin çıxışı idi. BlaBlaCar, adı BlaBlaCar idi şirkətin adı. Onun çıxışı idi. Rus şirkəti, ya Ukraynalı idi, ya Rus şirkəti idi, yadımda deyil. Onlar yaratmışlar və Avropaya onlar keçirmişdilər bu işi. Və məqsədim onu baxmaq idi ki, necə yaradıblar, nə idi bunların əsası, yəni hansı, ümumiyyətcə bunlar haqqında bir məlumat almaqdır. Onun yaradıcısının çıxışına baxırdım. İkinci biznes isə Offline Quest idi. Offline Quest. Tam başa düşmədim nədir o vaxt üçün. Yəni tutmadım. Offline Quest nədir? Mənim üçün yad olan bir sahə və sözlər idi. Dedim, yəqin nəsə bir innovator bir biznesdir. Heç ona baxmırdım. 2 nəfər idi. Aparıcının solunda və sağında oturmuşlar. Eləmiyordum. Mənə əsas olan bu BlaBlaCar'ın yaradıcısı idi və ona baxırdım YouTube-da. Gözümə konspeksiyat götürmüşdüm. Baxırdım, özümə şeylər aparırdım ki, bu maraqlıdır və bunu da mən də belə eləyəcəm, bunu da mən eləyəcək, izad eləyəcək belə. Bu danışırdı. Sonra bu birisinə keçəndə qabaq eləyirdim də. Dedim, onsuz da mənim üçün maraqlıdır. Əsas buna da elə bir 2 saatlıq çıxış idi təqribi. Elə ancaq buna baxırdım. Baxırdım, bu birisinə keçəndə də istənirdim ki, dedim ki, bunu nəyə çağırıblar? Bunu niyə çağırıblar? Mənim bu prosesimi uzadırlar qabağa yığmaq. Baxdım, axıra bir dəfə elə bir yığanda qabağa yığmağa basanda gördüm ki, şeydir, bir söz qayıtdı dedi, aparıcı dedi ki, bu birisindən idi, artıq o offline questlərdən olandan. Soruşdu ki, deyir ki, şeydir də, siz deyir, hardan ağlınıza gəldi, belə bir cümlə dedi, hardan ağlınıza gəldi, kompüter oyunlarını realda yaratmaq. Bu elə deyək də, tutdu bu söz məni ki, bu nə olan şeydir ki, bu kompüter oyunları realda yaratmaq, o çox mənə maraqlı gəldi. O qədər mənə maraqlı gəldi ki, elə dayandım, qabaq eləməli idim də, bunun çıxışın qabaq eləməli idim, dayandım, gözlədim ki, görüm nədir. Bu da başladı ki, belə biz dostlarımızla oynamağı xoşlayırıq, nəyirik və bu kompüter oyunlarını realda yaratmağa başladıqsa, yəni çox mənə təsir elədi ki, mən həmən vaxtı başa düşdüm ki, bu nəsə belə bir mənim məşğul olmaq istədiyim bir sahədir. Həqiqətən də, çünki o vaxt özümüz də çox oyunlara və dostlarımızla gamingə də vaxt ayırırdıq. O da bunun offline quest sözünü tam başa düşməsəm də, amma realda onlayn oyunları realda yaratmaq ideyası çox bəyənmişdim. Çox bəyəndiyim üçün də təzədən götürdüm, həmən şablonu qoydum qırağa. Təzədən videonu yığdım əvvəl, indi təzədən ancaq bu birisinə baxıram, bu birisini qabağa yığır. Tam axıra kimi şeylərine baxandan sonra başa düşdüm ki, bu həqiqətən də çox gözəl bir ideyadır. Oyunları realda yaratmaq. Elə onu video axıra kimi baxandan sonra götürdüm telefonu. Dostum var idi. Zəng gəldim, dedim ki, tapmışam biz nə işlə məşğul olacağıq. Əlim əsirdi, yadımdadır ki, ona zəng eləyəndə ki, dedim, tapmışam nə işlə məşğul olacağıq. O da qayıt dedi ki, görüşək, danışaq. Görüşüb danışanda ikimiz də, ilk ikimiz, sonradan digər dostlarımız da şeylədilər ki, başlayaq. Yəni, bizdə bir sual yox idi ki, biz onu eləyəkmi, eləməyəkmi. Bizdə bir sual var idi ki, biz bunu nə vaxt başlayaq. Bir dənə məsələ var idi ki, harda başlayaq, necə başlayaq. Amma heç bir məlumatımız yox idi bununla bağlı. Yeganə məlumat o idi ki,
real həyatda oyunlardır və bunları otaq-otaq məlumatımız nə idi ki, müştəriləri bir otaqda bağlısan, onlar oradan çıxmağı bacarmalıdırlar. Bu oyun prosesidir. Burada sizi bağlayırlar dostlarınızla birlikdə və məntiq gücünüzlə və ya hər hansısa fiziki tapşırıqlarla siz növbəti otaqlara keçməlisiniz. Hər bir otaq müxtəlif mövzudadır, müxtəlif tapşırıqlar var hər otaqlarda və hər oyunun hər otaqlarına uyğun olaraq tapşırıqları yerinə yetirib növbəti otaqlara və növbəti missiyalara keçid etməlisiniz. Sonuçta oyunun yekun bir missiyası olur, o missiyasını yerinə yetirib oyundan çıxmağı bacarmalısınız. Sözsüz ki, burada siz tək olmayacaqsınız. Burada sizdən başqa personajlar, aktyorlar və daha nələr olacaq. Burada yataq otağıdır. Buradan yuxarı qalxır dama. Başladıq biz ona görə yer axtarmağa. O qədər suallar yaranmışdı ki, biz daha sonradan başqa bir dostlarımızla da danışdıq. Və 4 nəfər başladıq bu işə. 4 dostuydu. İndi də dostuq. Başladıq bu işə. Çox problemli bir məsələ idi bizim üçün. Çünki həmişə onu eləyirəm. Misal üçün, biz nə kimi bir qarşımızda problem var idi. Tutalım ki, biz indi bir yerdə, nə bilim, tısbağalar üçün atel yaratmaq istəyirik də. Heç məlumat yoxdur da. Məlumat olan odur ki, bilirik ki, tısbağaya atel yaratmaq lazımdır. Atel nə boyda olmalıdır, harada yerləşməlidir, nə qədər kvadratur olmalıdır, tısbağalar yatırmı, yatırlarsa bunların, nə bilim, o döşəmələri nə boyda olmalıdır. O qədər yəni ki, belə qeyri-adi bir ideya idi ki, biz də eyni qaydada ki, bilmirdik ki, bu nə qədər yer götürməliyik bunun üçün, boranın tavan hündürlüyü nə qədər olmalıdır, hardan olmalıdır, qiymət necə formalaşmalıdır. Amma yenə bir şey vardı ki, biz bunu eləməliyik, çünki çox bəyənmişdik bu ideyanı. Elə də başladıq axtarmağa yerləri və ilk yerimizi biz Ayna Sultanovada hər ehtimala böyük bir yer götürdük. Dedik, birdən az olar. Hər ehtimala böyük yer götürdük. Sonradan başa düşdük ki, elə yaxşı ki, düz qərar idi böyük yer götürməyimiz. Və oradan başladıq. İlk oyunumuzu 2015-ci ildə 12 apreldə açdıq. Pila oyunuydu. Kino var idi o vaxtlar çıxanda 2015-də. İndi də var. İndi təzə seriyalar çıxır. O vaxtlar çox məşhur idi. Təzə-təzə çıxırdı, səhv eləmirəmsə. İkinci seriyası idi, yoxsa üçüncü seriyası idi, nə idi? Bir də Bunker oyunuydu. Bunker oyunu da 2-ci Dünya müharibəsi ilə bağlı idi. Aid bir oyunuydu. Müştəriləri biz bunkerə salırdıq və onlar oradan çıxmağı bacarmalıydılar. Yəni orada xəritə tapmaq lazım idi bunkerin içindən. Müharibə dövrünə salırdıq. Oradan xəritəni tapıb çıxmalıydılar. O birisi pila, testerə deyəsən. Testerədə sadəcə azad olmaq lazım idi. Çünki bağlayırdılar sizi oyunun əvvəlində. Və başladıq 12 aprel işə başladıq. 12 aprel başlayanda çox uzun çəkdi remontumuz. Rezit götürdük. Hardasa 24 min idi, nə idi belə. Biz saymışdıq ki, artıqlamasından götürmüşük ki, dedik, hər ehtimala çatdıraq. O da ki, hardasa 6 ay təmir getdi, hardasa 4-cü ayında bitmişdi bu. 4-cü ayından sonra nə pul var idi, nə həvəs var idi, nə də motivasiya var idi. Ondan sonra 2 ay
belə deyək də, biz həmişə onu deyirik, avtopilotda getdi. Bir gəlirdik iş kimi, gəlirdik əynimizi dəyişirdik, öz işimizdən də vaxt işləyirdik də. Gəlirdik əynimizi dəyişirdik, girirdik, işləyirdik, deyirdik ki, bunu sona çatdırmalıyıq da heç olmasa. Bir nəfər işləmirdi, bir nəfər orada olurdu çox vaxtı. O işləmirdi, amma belə yəni problemlərimiz çox idi. Nə mənada problemimiz çox idi ki, çünki genəldə o misal belə qeyri-adi misaldır Spağa oteldə, yəni həqiqətən elə bir şeydir ki, çünki başa düşmürdük hansı yöndə gedirik, necə gedirik, yəni bu qədər olmalıdırmı, tapşırıq sayı nə qədər olmalıdır, 20, 30, bəlkə 100, bəlkə 10, təqribi deyirdik ki, gəlin 30 eləyək, sonradan yəni azalda bilərik də, təqribi otaqların tapşırıqlarını məsəl üçün 2 eləyək, yoxsa 5 eləyək, yoxsa bəlkə 20 eləyək, belə bir şeydir də, yəni oturduq hamısını fikirləşirdik, hər bir etapını. O da sözsüz ki, çox vaxt aldı, çox vaxt aldı. O vaxtı da biz elə bir şeydi ki, Ayna Sultanova'da ilk filialımız, hələ indiyənə kimi də işləyir o filialımız bizdə. Ayna Sultanova'da orada zirzəmi idi də, gələn hamı, kim dostlarımız adımız gəlirdi ki, ondan sonra çay çaçardınız. Ondan sonra çay çaçardınız. 100% bilsən ki, işləyəcək də. Bir ara inandırırdılar bizi. Bizə də dedik, bəlkə bunu nəsə belə bunkerdə çay eləyək ki, heç olmasa işləsin. Amma yenə də axıra çatdırdıq. O 2 ay həqiqətən çox çətin oldu. Son 2 ay çətin oldu. Əvvəldə vəsait olanda motivasiya da olur. Əvvəldə inanırsan, amma bir müddət gəlir çıxır. İndi də elədir. İndi də hansısa bir proseslərdə artıq bilirsən deyə motivasiyan çox ölmür. Amma hansısa bir işə başlayanda mən həmişə kimsə indi təzə bir biznes açanda zaten indi gəlir deyir, soruşur ki, əsas o sonudur. Sonunu çatdıra bilənlər çox azdır. Çünki motivasiya elə qalmır ki, həmən vaxtda. Gərək o son addımları, vuruşları çox vacibdir də. Ona görə də biz o sonunu çatdıra bildik. 12 aprel açdıq. Açandan sonra yeni bir qabağımızda yeni bir problem çıxmışdı ki, biz bunu necə reklam eləyək? Yəni açmışıq, nə deyək? Gəlin hara? Gəlin sizi bağlayaq, gəlin sizi qorxudaq, nə kimi də, yəni bunu necə reklamını aparaq. Başladıq o vaxtı sosial şəbəkələrdən bir dənə həmən o Testerə filminin şeyi var idi, personajı var idi, Billy adından, qorxulu personaj idi və onun bir dənə Facebookda profilini yaratdıq. Və o profilindən başladıq hamıya yazmağa ki, mən sizdən oyun oynamaq istəyirəm. Onlar da sözsüz ki, o vaxtda qorxulu bir personaj idi. Hamı reaksiya verirdi ki, sən kimsən, niyə mən yazsın? Şəkil içəridə girirdin, içəridə bir dənə belə manyakın şəkilidir də, profildə manyakdır belə. Profilin içindəki şəkillərdə o vaxtda Instagram məşhur deyil idi. Yəni məşhur deyil idi. Yəqin ki, var idi, amma məşhur deyil idi. Facebookda içəri girirdin, içəridə kinonun şəkilləri zadı belə biraz qorxulu idi və yazırdıq ki, yazırdıq ki, sənlə oyun oynamaq istəyirik. O da durur belədir ki, kimsən sən, nə bilim, Cavidsən sən, mənlə şeylisən, məzələnirsən, belə də kimsə dostumuz adı. Biz də yazırdıq ki, gəl bu ünvanı göndərirdik və nömrəni göndərirdik. Sonra da dalınca da yazırdıq ki, bu Portal Games-dir, yeni açılmış əyləncədir, siz və dostlarınızı bir otaqda bağlayacağıq. Bu qarmağa keçmişdi, artıq müştərimizə danışırıq. Və çox qəşəng reaksiya verdilər. Yəni, həqiqi biz orada statistikamız elə idi ki, təqribi 100 nəfər yazılan müştəridən 70-i mi yoxsa neçəsi mi gəlirdi. Çünki birbaşa işləyirdik də, yəni birbaşa yazırdıq. O gələndə də onlar gəlirdilər ki, çıxırdılar ki, içərdən ki, bu nə idi də, belə super bir şeydir, belə bir şey heç Azərbaycanda ilkdir, nəminədir. Biz düşünürdük ki, o avtopilotdan getməyimizə görə dedik, əsas aylıq kreditlərin ödənişi çıxar. Heç də yəni bu da bir təcrübə kimi bizdən şeyləyərik ki, təcrübədən keçdikdə belə bir təcrübəmiz oldu ki, Ayna Sultanova'da hansısa bir zirzəmini remont eləmiş olduq, təmirdən keçdi. Sonradan gördük ki, yox, bu hardasa
ilk o qədər yəni həqiqi çox prosesləri çətin idi deyə hər bir nüansı yəni belə deyim də kafe deyil ki, deyəsən ki, hansısa gedib təcrübəni götürəsən, restoran deyil ki, deyəsən ki, hardansa administratorunu gətirəsən, ofisiantını gətirəsən, hansınsa bir baza bilikləri var da, burada yenidən sıfırdan bir yaradılan bir şeydir. O sıfırdan yaradılması üçün də hər bir şeyini fikirləşmək lazım idi. Yəni bu da indi hal-hazırda oturduğumuz filialdır. Filialı biz o vaxt fikirləşirdik ki, bunun foyasını niyə bu qədər böyük eləyək, balaca mı eləyək, uzun mu eləyək, bu formatda mı eləyək? Hər bir filialın, hər bir açılan oyunun üzərində bu qədər belə vaxt gedir. Bir ay nə qədər idi ki, açılmışdı. Gecə saat 5 idi. Müştəri zəng edirdi. Yəni o kadr yadımdadır ki, gecə saat 5-dir. Müştəri zəng edirdi, deyirdi ki, oyuna gəlmək istəyirik. İndi o vaxt işçilər yox idi, özümüz idi. Mən resepsiyonda idim, kimsə şeydədir, işlərlə məşğul dostlarımızın hamısından da. Deyirdi ki, doludur saat. Gecə saat 5-də doludur. Dedi ki, indi gəlirik, saat 6, 7, 8, 9 nə vaxt olsa gəlirik də. Dedi ki, yəni mümkün deyil. Sabah gəlin. Deyir ki, o vaxt neçə idi? 10 manat idi deyəsən. Adam başı 50 manat veririk, gəlirik. Dedi, Allah canı sağ eləsin, prosta alınmayacaq da. Yəni, həqqi çoxdur, prosessiz adam. 100 manat, 200 manat təklif edilir. Çünki o qədər istəyənlər var idi, gəlirdilər. Yəni, 100%lik yox, 200%lik doldurmuşduq. Grafikimizin də artıq. Ondan sonra başladıq ikinci filialı düşünməyə ki, açmağa. Çünki başa düşürdük ki, bu bir film kimidir. Bir dəfə oynadınsa, ikinci səfər maraqsız olar eyni yerə getmək. Ona görə assortiment lazım idi bizə və başladıq ikinci filialı açmağa. Və o gün bugün aça-aça yeni filiallar, yeni oyunları davam elətdiririk. Burada məsəl üçün əşyalar, adi əşyalar kimi istifadə olunmur da. Hər bir əşyanın, hər bir burada olan əşya ipucu verə bilər və o ipucuları da sizə buradan çıxmaqda. Misal üçün bu şəkil böyrü üstə asılıb. Bu böyrü üstə asılmağı elə belə deyil. Obrislər düzdür, bu böyrü üstədir. Bu bir ipucudur. Misal üçün burada çarpayı var. Bu adi çarpayı kimi baxsan ki, adi beşik, uşaq beşiyidir. Amma bunun özü də bir tapşırıqdır. Buradan çıxmaqdır, bu yataq otağıdır, işıqlardır. Bunlar hamısı ipucularıdır və bunların hamısının istifadəsində adi proseslərdə biraz fərqlidir. Yəni bunlar adi bizim gündəlik istifadə etdiyimiz qaydada istifadə olunmur oyun prosesində. Bu da insanın məntiqini inkişaf elətdirir ki, sən bu adi əşyalara adi əşya kimi yox, bunlara bir ipucu kimi ya bir çıxış yolu kimi baxmaq lazım olur. Bir müştəri zəng eləmişdi, cavablandıranda mən zəng elədim, yoxsa mənimlə bağladılar, bilməm, yanında deyil. Dedi ki, müştəri dedi ki, sizdə franşiza var. Dedim ki, yox, bizdə elə oyun yoxdur. Deyir, yox, franşiza satmırsınız siz. Deyirəm ki, mənim üçün həqiqi belə bir yeni bir sözdür. Deyirəm ki, yox, franşiza yoxdur. Bizdə nə bilim Dracula oyunu var, Bunker oyunu var, franşiza oyunu yoxdur. Dedi, yox, franşiza mən başqa şeyi nəzərdə tuturam. Deyirəm, hə, franşiza. Bir dəqiqə gözün sizdən əlaqə saxlayıram. Adam gedib Google-a baxıram ki, franşiza nədir? Sonradan başa düşəndə gördüm ki, yox, həqiqətən də bizim biznes üçün ən ideal formatdır franşizanı. Çünki franşiza satırsan, həmən o iş proseslərini, çünki xidmət sahəsi olduğu üçün həmən yerində o iş, necə deyim, yerində işin üstündə durmaq çox vacibdir, xidmət sahəsi olduğu üçün. Ona görə də bizim sahə üçün franşiza çox gözəl bir modeldir böyüməsi üçün və biz hardasa 2017-ci ildən franşiza modelinə də keçdik, başladıq franşizalar satmağa və belə böyütməyə. Hal-hazırda 12 dənə filialımız var. İnşallah indi bu ildə 3 dənə də filial açılacaq, yeni formatda oyunlar. 36-dan çox oyunumuz var və belə davam elətdiririk. Dostluqla olan bizneslərdə vacib olan odur ki, əvvəlcədən hər şeyi danışasan. Biz də o vaxtdan bilmirdik. Yəni ki, o nüansları ki, iş bölgüləridir, düzgün
necə deyim, yəni ki, bizim mentalitetə görə, yəni hətta elə bir şeylər danışılmır, indi də danışılmır ki, misal üçün xaricdə bir biznes açanda bir biznes təcrübəm oldu mənim xaricdə. İnsanla başlayırıq işləməyə, deyir ki, gəl indidən ayrılma proseslərini deyir yazaq. Deyirəm ki, o bir sift eləyək, görək. Bəlkə heç başlamadıq da, heç ayrılmağa da bir şeylər. Dedi, yox, o indidən vacibdir ki, səhərsi gün, misal üçün, nə qeyd elədi? Mənim şoka düşdüm. Dedi ki, səhərsi gün sən məni allatdın, mən onu yazaq da orada. Ya mən səni allatdım, onu da yazaq. Deyirəm, bu nətər? Yəni, sən indidən bunu dilə gətirsən ki, mən səni allatdım, sən məni allatdın. Deyir, yox, ola bilər də, yəni ki, sənin də elə bir şey oldu ki, səhərsi gün hansısa bir problemimiz oldu aramızda, ya sən tərəfdən, ya mən tərəfdən, onların qeyd eləyək biz də. Yəni, misal üçün, mən başqa bir işə keçdim, sən bir başqa işə keçdim, başa düşdüm ki, həqiqətən də bu artıq dünyada bir normal bir praktikadır. Bizdə prosto o tərəflərini tam yazmırıq deyə, tam o tərəflərini danışmırıq deyə sonradan o problemlər olur. Və o problemlər də sözsüz ki, bizdə də oldu. Nə mənada oldu? Yəni, gəlir hansısa bir ərəfəyə gəlir, çatır ki, artıq mən belə düşünmürəm, sən belə düşünmürsən, məsələləri var ortada. Və o ərəfədə ən vacib olan odur ki, elə heç olmasa həmən vaxtı, ondan sonraki olan problemləri yazılı şəkildə danışıla ki, növbəti mərhələlərdə bu problemlər çıxmasın. Danışılsa heç bir problem yoxdur. Onsuz da bütün dünya bizneslərinin hamısı, böyük bizneslərin də çoxsa hamısı dostlar üzərində qurulub da yəni onlar apara bilirlər. Bizimkilərdə sözsüz ki, problemlər çox olur. Hər bir uşaq hər bir prosesi oynayaraq eləyir. Oyun bizim uşaqlıqdan bizim bir prosesdir də. Yəni ki, uşaq yeməyi oynaya-oynaya yeyir, yatmağı oynaya-oynaya yatır. Oynamaq odur ki, sən bir işin sonuna yox, bir işin prosesinə odaqlanırsan, ona daha çox diqqət yetirirsən. Sonradan biz məktəbə gedəndə, biz işə gedəndə, biz arası gedəndə bizim fikirlərimiz daha çox rezultatlara bağlı olur ki, sən oxumaq yaxşıdır da, amma 5 almaq ondan daha yaxşıdır. İşləmək yaxşıdır da, amma ayın axırı maaşını qalxmağın, yəni hansısa bir işi görüb qutarmağın daha yaxşıdır. Ona görə də biz prosesləri itiririk ortada. Proseslər halbuki bizim həyatımızın əsasıdır və o proseslərdə də hamı deyir ki, oynama, işlə məşğul ol. Belə bir söz var da, oynama, işlə məşğul ol. Amma biz biraz başqa bir şey təbliğ edirik ki, biz onu təbliğ edirik ki, insan gərək oyuna çox vaxt ayırsın. Oyun da dediyimiz odur ki, biz prosesə daha çox vaxt ayırmaq lazımdır. Və bizim oyunlarımız o proseslərdir. Sən bu oyundan, bizim oyunlarımızdan, prosesindən zövq alacaqsan, sonucundan yox. Ona görə də belə deyək, oyunlarımızın birincisi hamısı qorxulu deyil. Qorxulu olmayan oyunlarımız da var, amma içərisində əyləncəyi və həmən vaxtı yaşamağı, həmən an dostlarla birlikdə əylənməyi biz bunu təbliğ edirik. Və bizə qat-qat müştərilər neçə dəfə yaxınlaşıb bu məsələni də qeyd ediblər ki, sizdə olan emosiyalar, yəni o vaxtlarda deyir ki, biz artıq real həyatda, misal üçün, adi proseslərə adi proses kimi baxmırıq. Çünki bizdə bir oyundan çıxmaq üçün sən, misal üçün, stoldur, masadır. Masa adi masa deyil. Masanın içindən keçid ola bilər. Masanı gərək başqa cür yanaşasan ona ki, oradan çıxışı şey eləyəsən. Bu da məntiqi inkişaf elətdirir və prosesin həmən anında olmağı vadar edir insanı. Ona görə də deyir, biz deyir, evdə oturub deyir, çay içəndə deyir, çaynikə bir tər baxırıq ki, içində deyir, bəlkə kod var. Bu proseslər, bizim fəlsəfəmiz budur ki, insan həmişə əyləncəyə vaxt ayırmalıdır. Bütün dünya biznesmenləri, bütün dünya Bill Gates, bütün Amerika şirkətlərində, misal üçün escape roomlarda Bill Gates'in bir dənə şəkli var. Çünki o vaxt ayıra bilir, gedir bütün bu oyunlara. Bu inkişaf elətdirir insanı, sözsüz ki. Bizdə burada, məsəl üçün, gedirdik sədərəkdən nəsə alırsanız deyirsən, deyir ki, bu nə üçün alırsan? Deyirsən ki, belə bir oyun sahəsidir. Mənim oyuna vaxtım yoxdur. Nə boyda bir şeydirsə, yəni biznesin var ki, sənin elə bir şey var ki, Bill Gates kimi, yəni dünyaca şey alan adam, biznesmen buna vaxt ayıra bilirsən, amma deyirsən ki, mənim vaxtım yoxdur. Vaxt ayırmaq çox vacibdir. Bu uğurun bir sirridir ki, sən
proseslə məşğul olmasan, sonuçla məşğul olsan, sən prosesi itirəcəksən. Uğurun yolu isə prosesdən gəlir. Yəni prosesdən zövq almalısan. Biz də o prosesi insanlara təbliğ edirik ki, prosesdən zövq al. Proses də oyundur, əyləncədir. Oyunları yaradanda oyunun əsas məsələsi odur ki, portal. Adımız nəyə görə portaldır? Çünki biz sizi, yəni müştəriləri yeni bir portala, yəni portal vasitəsilə başqa bir reallığa aparırıq. O reallıq isə tam real bir reallıqdır və orada çox adam həqiqətən də, misal üçün bizdə Dəlixana oyunu var. Ora düşəndə elə bilir ki, həqiqətən deyil, burada əvvəllər bilmirdim ki, Dəlixana olub. yəni onlar çox real olduğu üçün onlar inanırlar buna və siz bir növ filmin içində olursunuz da. O filmdə də baş verən hər bir şey realda baş verəcək. Ona görə də qorxurlar da, özlərindən də gedirlər də. Yəni hər bir proses olur. Xoşbəxtlik anı yaşamaqdır. Yəni hal-hazırda bu anı yaşamaqdır. Yəni biri var ki, hal-hazırda mən bu indi çıxış eləyirəm, biri var bu andan zövq alıram, yəni danışıram öz fikirlərimi. Bir də var ki, mənim üçün rezultat vacib olsa, mən bu andan zövq almayacağam. Xoşbəxtlik bu anda hal-hazırda burada olmaqdır. Bunu da oyun verir insana. Gələn də belə deyək, oyunun təbliğatı. Ki oyun vaxtı siz həmən oyunun prosesində olursunuz. Və o xoşbəxtlik də odur ki, sən həmən anı yaşamalısan. Mən həmişə düşünürdüm ki, mən bu həyatda özümü axtarmalıyam, özümü tapmalıyam da. Yəni ki, hər dəfəsində mən fikirləşirdim ki, budur mənim, mən artıq buyam, bundan qıraqsı. Və bu hansısa bir o ramkaya salanda özümü fikirləşirdim ki, bu o deyil. Yəni yəqin ki, biraz başqadır. Yəni o bir ramkaya saldıqda insan özünü başlayırsan həmən o çərçivənin içindən çıxmağa başlamağa da istəyirsən ki, daha da çıx. Ondan sonra başa düşdüm ki, bu çərçivələr də sadəcə fikirlərimizdə olan çərçivələrdir və mən hər dəfəsində ki, fikirləşəndə ki, mən bu dizayn üçün gəlmişəm bu dünyaya, bu çərçivəyə salanda, çərçivəyə düşən kimi fikirləşirdim ki, yox, bu deyil, mən biraz da başqa olmalıdır. Deyirdim, yəqin ki, reklam olmalıdır. O reklam çərçivəsinə saldım. Reklam çərçivəsindən sonra gördüm, yox, reklamda yox, SMM daha yaxşıdır, social media daha məşhurdur. Bu çərçivə, yəni mən yəqin ki, burada uğurlu. Həm də insanın bir şey var ki, insan nəyi bacarırsa onu sevir. Yəni biz bir şeyi bacarırıqsa, misal üçün kimsə uşaqlıqdan yaxşı, misal üçün bizdə dostlar da var da, uşaqlar ki, futbol oynamaq belə deyək də, xəstəsidirmi deməyək, belə futbolun bütün heç bir oyunu buraxmır, hər futbol maçına gedir, hər bir şey gedir. Amma digər dostum heç vəbşə maraqlanmır, mən özüm maraqlanmıram. Mən fikirləşirdim, bu nətər olurdu, bu niyə belə, yəni deyim ki, belə bir fit bədəni var, ya belə bir uğurları var, yoxdur, prosta yəni ki. Sonradan yəni düşünürəm ki, sonradan bunu bildim ki, insan deyir nəyə bacarırsa, o vaxtda birinci səfər oynayanda bu qəşəng bir taktika eləyib, bunda alınıb, hamı deyib ki, onu nətər elədin, bu da bunu başlayıb bəyənməyə, sevməyə. Bizdə alınırsa, biz onu başlayırıq sevməyə. İlk, misal üçün, şahmat oyununda əgər, məsəl üçün, uğurlu bir ki, xod eləyəcəksənsə, sən sevəcəksən şahmatı. Əgər alınmayacaqsa, o da sevgi olmayacaq həmən bir işdə. Bizdə də elədir, bizdə Portal Games'də. Misal üçün, oyun, adi iş bizdə deməyək, oyun prosesində elədir ki, hansısa bir oyun yükləyirsən App Store-dan, qabağına oyun çıxır və reklam çıxır ki, bu oyunu yüklə. Oyunu yükləyirsən, nə bilim, balaca bir şeydir, deyir, bu topu bura salmaq lazımdır. Sən də götürsən belə, əlinlə belə eləyirsən, top gedir, düşür, win, sən utdun, halaldır, zat, ikinci level'a keçirsən, deyirsən, baxsan deyirsən ki, elədim də mən bunu da. İkinci levelda 2 dənə topu salmaq lazımdır. Bu 2 dənə topu salandan sonra yenə gəlir ki, sən halaldır, sən 500 bal qazandın, 300-lə bundan qazandın. Yavaş-yavaş, etap-etap, amma ilk ərəfədə sənə onu çətin bir levelına versələr, sən onu bəyənməyəcəksən. Ona görə də bu proses də belədir. Yəni, insan nə isə sevirsə bu dünyada, yəni, əsas belədir. Yəni, insan baxırsan ki, mən dizaynerim. Yəni, misal üçün, bu nə vaxtsa ilk səfər bunun təcrübəsində bunu uğurlu alınıb bunda. Ona görə də bu onu başlayıb sevməyə.
Və istək belə yaranır əslində. İşləməklə gedə bilər, niyə getmir ki? Yəni ki, o əslində hər bir proses bir ya bizneslə məşğul olacaqsan, ya da ki, yəni hardasa işləyəcəksən. Hər iki halda düzgün qurulan ardıcıllıqda, yəni işin prinsiplərini qurduğu halda gedəcəksən qabağa. Biznesdə də elədir də. Yəni bir bizneslə məşğul olmaqla nə qədər qabağa gedə bilərsən ki, sən orada yenilik eləməsən. Yəni məndə uşaq vaxtı bizim binada evin altında bir dənə market var idi. Hamı ona şey deyirdi, Elxanın marketi. Çünki Elxan satıcı idi orada. O da onun yiyəsi var idi, marketin, Elxanın yox, yəni marketin yiyəsi var idi. O da çox imkanlı bir adam idi. Yəni bütün məhəllə onu bilirdi ki, o imkanlı bir adamdır da. Nəyə görə? Çünki bir dənə yeri var idi. Onun da böyründə bərbərlər var idi. Hamı bilirdi ki, o bərbərlərin yeri də bunundur. O market də bunundur. Marketdə dediyim, nə bilim, 3-ün 3-ə bir yer idi. Belə qabağı da belə pilləkəndən üstünə malları düzmüşdü də. O vaxt ki, elə şeylər yox idi da. Böyük marketlərdir. Hamı fikirləşirdi ki, bu, yəni fikirləşmirdi. Həqiqətən o vaxt çox var, yəni imkanlı adam idi. Çünki hamının, bütün məhəllənin ona borcu var idi da. Hamı gedirdi ondan nisiyə götürürdü. O da özü gəlmirdi heç vaxt. O Elxan, hamı Elxan tanıyırdı satıcı kimi. Hamı da deyirdi Elxanın marketi. Gedirdi, götürdü. Balaca da yer idi. Yəni üstündən neçə illər keçib, bəlkə də bir 20 il keçib. Bir dəfə həmin məhəllədən keçirim, gördüm ki, elə market elə həmin boyda da qalıb. O kişi həmən ki, Elxan yoxdur. Elxan başqa yerə gedib. Kişinin özü işləyir orada. Tanıyırdım onu. Baxsan balaca bir yerdir, malları da o qədər deyil. Böyründə bir dənə yekə hansısa market açılıb, rahat marketindən də biraz qabaqda da. Bu da oturub orada həmən yerdə, yəni ki, özü satır. Yəni fikirləşirəm, deyirəm ki, o vaxtlar bu elə bir insan idi ki, adam fikirləşirdi ki, bütün mikrorayon bunundur da. Yəni o mikrorayon da türklərdə var da, buraların ağası budur da. Yəni indi baxırsan ki, çox belə yəni elə də nüfuza, gücə malik bir insan deyilmiş də. Yəni nə demək istəyirəm ki, yəni vaxtında o da inkişaf elətdirsəydi, yəni biz baxırsan ki, biznesmen idi də. Yəni biznesini düzgün yönəltsəydi, düzgün aparsaydı, daha çox şeyə nail ola bilərdi. İşdə də eyni qaydada, yəni ki, misal üçün mən dizayner olanda o vaxtlar, dizayner kimi işləyəndə ilk olaraq özüm başladım, öyrəndim dizayn proqramlarını, qrafik dizaynları başladım işləməyə. Bir müddətdən sonra gördüm ki, yeni bir şeylər lazımdır da, yeni mexanizmlər, yeni bir texnologiyalar çıxır. Getdim, məsəl üçün, başqa bir dövlətdə, başqa bir ölkədə getdim, bunu öyrəndim, gəldim. Amma işləyirdim. O öyrəndiyim üçün də mənim maaşıma təsir elədi bu. Eyni yerdə işləyirdim, prosta daha çox iş görə bilirdim. Sonradan gördüm ki, mənim bu biliklərim, misal üçün dizaynerəm, amma reklamdan gəlir tapşırıqlarda mənə. Dedim ki, gərək reklamı da bilim ki, daha yaxşı təcrübəli iş görə bilim. Reklamı başladım öyrənməyə. Reklamı öyrənəndə biraz da maaşım qalxdı. Amma yəni iş yerini dəyişmədən deyirəm, bunun hamısı eyni iş yerində belə inkişaf elədi. Və bir insan, mənə həmişə sual kimi yaranırdı ki, professional kimdir, professional kimə deyirlər. Mənə həmişə bu sual maraqlıdır ki, professional kimə deyirlər. Mən fikirləşirdim ki, professional elə bir insandır ki, hansı ki, daha çox mexanizmi bilir də, yəni ki, bir işdə daha çox işləyə bilir. Yəni, bu 10 ildir bu işlə məşğuldur, bu professionaldır. Sonra baxsan ki, misal üçün, bizdə, mən başqa bir bankda işləyəndə, orada bir dizayner var idi, 60 neçə yaşı var idi. Dediyinə görə həmişə deyirdi ki, mən 40 il, 30 ildir nə qədər idimsə, mən dizaynerəm, dizayner işləmişəm. Proqramın hər bir şeyini bilirəm də, yəni bu qrafik proqramın hər şeyini bilirəm. Amma ona professional demək olmazdı, yəni mən bildiyim qədərlə maaşı da elə çox deyil idi, 60 neçə yaşı var idi və professional demək olmazdı. Amma texnikanı bilirdi, uzun müddətli işləyirdi. Bir nəfər də var idi ki, o cavan oğlan idi, 18 yaşı var idi. Təcrübəsi 2 il yox idi heç, təqribi bildiyim qədər bizdə işləyirdi. Bizdə Portal Games'də işləyirdi.
dünyadan işlər götürürdü bu dizayn üçün. Çox, yəni ki, mən bildiyim qədərilə indi ev də alıb özünə, işləyir hardasa, özünün şirkəti yoxdur. Ev alıb, maşın alıb, qəşəng indi xaricdə deyəsən köçüb yaşayır, xaricə köçüb yaşayır. Hamısını, yəni ki, onunla elədi. 2 il ərzində təcrübəsi olan professionaldır. İndi fikirləşirdim ki, bu nətər ola bilər ki, bu professionaldır. 30 il işləyən bir adam professional sayılmır da. Yəni həqiqi baxırsan ki, bir professional iş istəyəndə bundan istəməyəcəkdim, bu birisindən istəyəcəkdim. Və həmişə mənə bu maraqlı gəlirdi ki, professional kimdir bə? Bu 30 il işləyənin təcrübəsi professional deyilsə, 2 il işləyən professional sayılırsa, bu nətər olur ki, professional nə deməkdir? Sonradan başa düşdüm, düzdür oxudum bunlarda ki, professional gələcəyi görə bilən insandır. Yəni hansısa sən bir işindən rezultatı görə bilirsənsə, misal üçün sən bir dizayn hazırlayırsan, bilirsən ki, bu dizayn nə qədər postsun, SMM üçün bir post hazırlayırsan və buna sən proqnoz verə bilirsənsə, ki, misal üçün buna 200 baxış gələcək, yəni nə bilim 200 like gələcək, sən professional sayılırsan. Əgər bu proqnozu verə bilmirsənsə, sən professional deyilsən, sən sadəcə texniksən, hansı ki o işi görürsən. Ona görə də gələcəyi görə bilmək professionallığın göstəricisi. Hər hansı biznesmen bir biznes açırsansa, bir filial açırsansa, təqribi bunun proqnozlarını verə bilirsənsə, deyirsən ki, bu filial ya bu restoran təqribi bu qədər gəlir gətirəcək, o professionallığın göstəricisidir. Fərq yoxdur nə qədərdir sən bu işlə məşğulsan. Əgər sən onu verə bilmirsənsə, sən sadəcə bir mexaniksən, texniksən, hansı ki bu işi görürsən. Bu da eyni qaydada, yəni ki, sən bir işdə işləyə bilərsən, bu işdə onun proqnozunu, gələcəyini görməni verə bilirsənsə, sən uğurlu olacaqsan. Çünki sən professional olacaqsan. Onun da maaşı da çoxdur, gəliri də çoxdur. Eyni qaydada professional işdə də ola bilər, biznesdə də ola bilər. Yəni bir biznesmen hansısa bir misal üçün deyir ki, bu restoranı Sumqayıta açsam tutacaq. Bu proqnoz verməkdir, gələcəyi görmək deməkdir. Bu uğurlu olacaq. Bir işçi deyir ki, misal üçün bu işi burada görsək, hansısa misal üçün administratordur, hardasa işləyir, maaş alır. Deyir ki, gəlin bir nəfər işçi götürək, bu işçi bizə lazım olacaq. Gələcəyi görməyini ona professionallıq gətirir, hansı ki ona gələcəkdə də uğur gətirəcək. Çox gözəl layihədir, uğurlar arzu edirəm. İnşallah professional səhətdən professional olasınız. Professional olasınız deyəndə, professional dediyim sözün əsası odur ki, uğurlu insanları siz özünüz tapasınız və onların uğur qazanacağını siz görsətsəz, siz də uğurlu olacaqsınız. Uğurlar hamıya, hərə öz sahəsində uğurlu olsa və uğurun düzgün yönündə bu işləri aparsa, sözsüz ki, hamıya təsir eləyəcək bu uğurlu yol. Hərə öz sahəsində uğurlu olduğu halda ümumi, belə deyək də, həm bizneslər inkişaf eləyəcək, həm də istənilən sahə. Bu qədər. Portal Games-ə gəlin.